Hər vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz. Bu gün sizə möhtəşəm üzəri bir böyrək resepti ilə gəlmişəm və hal-hazırda çox sevib, çox da bəyəndiyim, hazırda təmizlədiyim hazır şüyüd və ispanaqları təmiz şəkildə yuyub və belin çərçi üzərində suyu gedəndən sonra başlayıb belə xırda-xırda doğrayıram və doğrayandan sonra duzun istiotunu vururam və üzərinə pendir xırdalarını əlavə edirəm. Zövqə uyğun olaraq istəyən şor da əlavə edə bilər. Mənim əlimin altında pendir xırdası vardı deyə pendir xırdalarını əlavə etdim və hazır yaymalar alıb yaymaların içərisinə bu şəkildə gördüyünüz qaydada səliqə ilə düzəldirəm və bu şəkildə hazırlayaraq tavaya listə qoyuram və üzərinə də dəyərli xanımlarımız qatıq və yumurtanı düzəldərək bir də çörək otunu əlavə edərək qarışdırıb çox gözəl şəkildə üzərini bu şəkildə vururam və vurandan sonra 180 dərəcədə isidilmiş sobada, baxın sobaya uyğun olaraq 150-180 dərəcədə edə bilərsiniz. Üzərinə duru yağ da əlavə edirəm. İstəyə uyğun olaraq istəyən zeytun yağı əlavə edə bilər, istəyən isə günə baxın və yaxud da qarğa yağı da əlavə edə bilər. Hər kəs öz zövqünə uyğun olaraq edir və 180 dərəcəyə qoyuruq, bişiririk, hazırdır. Çox gözəl dadı var. İndidən hazırlayan